Mən oğullar gördüm ki, çalışmalarımda atanın sayması üçün, ona zaman ayırması üçün həyatını sərf eləyib bu gün də insanlara onu verir. Atam məni görməyib, məni hər kəs görsün deyə həyatını qurban verib yenə də görülmür. Çünki fədakarlığa və qurban obrazına girir. Qurban obrazına girir. Atanın diqqəti, atanın o övlada müsbət şərtsiz sevgisi. Bəli. Və ayırdığı zaman ona çox dəyərli hiss etdirir. Bir fikri deyim ki, biz uşaq idik hətta. Papa deyirdi ki, mən bir şey eləmək istəyirəm. Gəlin biz müzakirə eləyirik. Mənə elə qəribə baxırdım ki, yəni doğrudan mən nə desəm atam onu eləyəcək. Amma demə məni adam yerinə qoyurmuş. Yəni səni adam yerinə qoyuram deməkdir bu uşağa. Oturdurdu, müzakirə edirdi. Sonda özü deyirdi ki, mən də belə düşünürəm. Belə biz deyirdik, biz burasını düşünməmişik. Onun dediyi olurdu, tamam hamımız qəbul edirdik. Amma deyirdi ki, bax sizin də dediklərinizdən mən bu qərara gəldim və bunu belə edək. Bilirsiniz, onda sən öz qərarlarına güvənmək öyrənirsən. Mən heç bir zaman qorxmamışam ki, mənim seçimim görəsən yanlışdır yoxsa doğrudur. Artıq bir şey istəmişəmsə ona qərar vermişəm. Çünki mən başa düşdüm ki, bu mənə atamdan gələndir və məni təsdiqlədiyi məqamlar var ki, sən düz deyirsən ki, oğula ən çox atadan ötürülür duyğular. Ona görə də atanın da dəyişimi çox mühümdür. Yəni bəzən atalar elə düşünürlər ki, məsələn, xanım daha mühümdür. Valideyn iclaslarına xanım getsin. Məsələn, gəzməyə xanım aparsın, ana aparsın. Amma əməlli başlı çox böyük bir etkiyə sahibdir. Ata enerjisi bunu gözümün önündə görürəm.